Bizim en güzel adetlerimizden biri de atı çörək paylamaqdır. Bunun üçün xəmiri yaxşı yoğurup sonra çıxarırıq. Bu atı çörəyi biz Ramazan ayında paylayırıq. Təndir tam qızandan sonra acımış xəmiri gətirib bu yana. Təndir qıpqırmızı olandan sonra eləmək lazımdır. Xəmir geçən kündələr edib kənarda gözlədirib, kündələri balaca eləyirik ki, çox da böyük çörəklər alınmasın. Onsuz biraz gözləri şişəcək. Təndir tam qızandan sonra üçün küldürürük, sonra da kənara tuz vururuq ki, çörək həm dadlı, həm də asan çıxa bilsin. Biz bunun yayında çok da geniş yaymırıq. Üzerine 6 dənə də vilka zərbəsi vurub yumurtanı çəkib təndirə yapışdırırıq. Düz anam məndən qat-qat yaxşı eləyir, amma mən də pis eləmirəm məncə. Fikirlərinizi rəylərdə yazarsınız. Çörəyin üstünü bağlayırıq və gözlürük bunu bişməyə. Qıpqırmızı bişəndən sonra bunları hamısını çıxarırıq və yığırıq bir qaba aparırıq bunu evə. Başlayırıq sonra isə halvanı hazırlamaq. Halvanı hazırlama videosunu mən bir neçə video əvvəl paylaşmışdım. İstəsəz girib oradan baxarsınız. Yaxşı şəkərini əlavə edib qarışdırıb çörəyin üzərinə halvanı əlavə edirik. Üstüne naxışlar vurup paketleyip başlayırıq paylamağa. Qonşular, qohumlar, əqrabalar, dostlar hamıya paylayırıq. Allah kabul eləsin. Bütün qapıları bir-bir gəzirik, yaxın uzaq demədən hər yerə çatıb çörəkləri paylayırıq. Allah qəbul eləsin.